Hər kəs salam dostlar, yeni bir videomuza xoş gəldiniz. Bu gün Car Simulator 2-nin part 3-ü gələcək. Bildiyiniz kimi 2 bölümü paylaşmışam və bundan əvvəlki bölümdə çox əsəbləşmişdim. Keçə bilmirdim. Sonra BMW-ni getdim, BMW ilə keçdik. Bu arada Car Simulator videoları çox izlənir, ona görə paylaşırıq. Ödülümü aldım. Şimdi ödülümü aldım. Bu arada demiştim 3 gündən sonra Mercedes verəcək. Mercedesimizi veriblər. Mercedesi bir dənə yoxlamaq lazımdır. Görə nətər gedir. Videoları falan tamamlarıq. Yəqin video 25 dəqiqəyə yarım saat olar. Amma belə baxanda başa gedən bir şey yox. Bu arada mən Car-Tankik də oynayıram. Yəqin ki sabahlarına gəlir. Mercedes qaşa gedir. Aslında logosu yoxdur da yəqin ki. Anlamadım. Aslında BMW sürəcəm mən. Mercedes mənə ləzzət eləmədi məsələn. Qəşə gediş var. Bunun yarışlarda falan istifadə edilir. Qapını aç və sıvı bir də. Asyon vereceğim. BMW burada. Espansiyonu da yükseltmiş hatta. Baxa görə yarışlardan ne var? Bunu tamamlayaq. Dağ yolu. Dağ yoluna gedə biləm. BMW mənə ləzzət edir. Bu özüdür. Maşın səsi çıxmır. Bilmiyorum səsini var. Yeri işləmlidir. Ama qəşəng benzin çiləyəm. Sürət bence çok güçlü. Yani bu kadar saat. Buradan düşəcək. Buradan sürət 250. Samanı tanımayacaq. Ama keçmişdim. Uçacağız. Benim mahsul süren değiliz. Neyse çöldüm sürekli. Yavaş. De qorxulu evdeydi gəliblər. Gəlib oynam. Deyəsən qorxulu ev elədir. Nəyə qorxulu? Çiftlik doğma maşın qoya biləcəm içinə. Yok. Bu hatırlıkta. İstersen ben de Gaz. Torpaq yolunda olmasa baxmalıq gelir. Ana. Dağ yolu saniyə ilə. Nifrət eləmdi ama. Hiç şey olmaz. Tekrar yoksa onu da var. 2, 1 başladı. 20 saniyede terk ettim ben bu muhtaç sen sanmıyorum. Ha, vaxtlar gəlir. Extra time var. 4.8 saat. İşte. Burada baxın yol tutuşu lazım maşına. Vaxtı çoxaltmalıyıq. Keçərik bunu. Bu qədər də abartılıq, çətinliklə də deyil. Keçə bilərik. Bizə qayalardan keçərik. Bu qum yollar mən sürətini yavaşlayacaq.
palçıq olur. BMW'nin altına yüksəltmişəm ki, bu yollardan keçə bilsin. O qaya sürüşü düşsəydi üstüne. Oyunda elə bir şey yoxdur, amma olsaydı eğer. Yəni hiç oyun biter. Neyse. Olmayan şeylerden danışmayaq. Oyunuza baxaq. 30 saniyemiz var. Yavaş sakin. Başlamaq lazım deyil. Qalmamız lazım. Ay. Əlim sürüşdü. Başlandı mı? Can tərləmişəm. Ancaq basmışam ya. Yoxsa siz de idman edin. Sağlamlıqdır. Neyse, mən yol tərəfə keçdim. Yoluna baxın. 30 saniyə azaldı. 35% qaldı. Ay, uçub eləməyə yolda. Əsəbləşmə. Bu yollardan nifrət edirəm dana. Odunluq yollar. Odunluq olmasız olmaz. Ay. Benim bak. Yağış maşınıdır yoksa. Dağ maşınıdır. Spidime ayrı ayrılmak olmuş. Yok. Ne yorum? Tamam, gitti. Evet. Tutmak lazım değil. Yavaş. Bir yolunu hızlı tuttum, yaptım yavaş tutacak. Bu ne diye 2 saniye, 1.8 saniye. Belki bitti diyorsan. Ya bitti. O kadar. Yeni yarış açıldı. Yarış açıldı. Deməli dostlar, gəldim. Sıxıcı elədiyimə görə mən ən başa nifrət elədiyim şey deyil. Oyun atılır. Neyse. Satarıq olan. 1 saniyelik oldu. Yarışları tamamlamaq lazımdır ki, yol yarışı açılsın. Bu da maşın falan satılır. Bəlkə Nivan satdım. Evet. Hepsi şəhərdə. Videoda vaxt qalsa gedərik Opsi şəhərə. Ya da ki gedək Opsi şəhərə. Baxa görün nə tək yerdə olur. Heç o getmir. Sabahki video yəqin ki Kasımnet oyunu olur ya da Karparkin olacaq. Onda biraz ilerlemişəm. 250 milyon kimi ziyanlı çıxır. Biraz çatdır. Evə bax, evə. Bunu burada da bu. Prosto kullanılır. Onun ortasında. Nədir bu? Dayanıklılık sınırı. Nerede şu? Ne kadar değilse. Aban parçalamadan bitiş çizgisine. Onun için lazım. Ya bir şəhərdə baxmağa gəlmişəm mən. Yavaş. Gözləsən. Dəqiq. Mən səbirləşdirəm. Polis gəldi, heç düşmez. Gazlar. Yavaş. Gəlin sənin içindən keçmək. 200 mi? 2000 Durduğum yerdə kazandım.
alsaq bu. Neyse. 255 kilometre yuh. Mənim maşınımın sürəti belə deyil. Düz olmalı deyil. Bu nədə? Eşya almış. Eşya alma nədir? Gəlin baxalım. Belən sürətinə kiçik bir anın dalı bütün nəsliyə var. Hə, yoxdur. Mənə 4 dənə var. Nədir? 2 3 4 5 6 7 Burada ne sayılır? 8 9 10 tane yavaşını tapmış. Bunu götürmedim. Ben tez 11 12 Hadi buna kapat. 13 7 tane kaldı. 14 15 16 qabaqdakını götürərəm. Qayda bir 17 3 tane qaldı. 3 tane sağdadır. Oradadır. İnanlar içine bir baxaq. Diqqətli. Aha. Tapdım. 2 tanesi burada. 18 Atezim 19 20 tapdım. Oh. Deməli dostlar, belki tapdıq bunları. Bu çox çətin bir şeydir bu. Sonra nə var abi? Burada maşın satan yer zad yox. Belə mırta yedi. Yer bir açıblar bura. Yeni bir şey eləyiblər da. Nə var? Nə boyda yerdir? Görək biz bu şəhərə. Bezimiz az qaldı. Qalxan dönməlik. Çok yavaşlarsa başlayalım. Başka bir evi arabası. 121 metremiz var. 250 oldu. 49 ayda. Sabır. Yansın oradan. Tak. O işte çok haklı ya. Oho. Ben bakın göbeğim beni sesası. 93 yani. Hiç vermem. Hiç satmam. Başka ne yiyor bunlar? Yeni evleri. Bir an bakalım burada açmışım. Şöyle burada neler varmış neler. Düşer. Olsa 2 saniye azalır. Bir bəyəni bir abunə olsanız mənə çox dəstək olmuş olarsınız. Mən başım üçündür. Gözə sürüşü görərdi. Bundan məndə var. Gözə sürüşü görərdi. Düz. Neyse. Oya maşına var. Tıqqılı maşına. Oya. Gözə. Kamal bir. Pullandı. 100. 2 adı. Zor bir şey yok şey. Kenar mahalleler. Bu da ancaq mənə görev tamamlaşdırmaq istəyir. Baxa görə başqa nə var? Baxaq. Maraqsız değil məncə bu oyun.
Gedək polisə, polis görəlim. Bağla baxın. Ama qalmadı. Hadi şöyle, ben başım için değil bu arada. Baxıram deyil ben mıd. Bəlkə pulunu satdı. Pulla deyil bu an hansı. Kənar mahalle. Sahib devriyası. Pulla mı deyəsən? Şimdi park görevlerini. Olsa pulla da var. Benim böyle basın. 800 dolar, 100 bana. 100 oyun puluna. Kenar mahalle. Gece sürüşü adı nədir? Hamısı maksimum üzrə 250 diyoruz. Maşın yanına koydum ya belki. Evet bu çok güzel. 1500. Bu da parkı yedi. Buna tabii. Ben üstüne koz. Ben benzimiz var. Pul getməsin başına. Bu da bence satılan maşınlar var. Ya da yok. Sen bak baba. Süresi. Sonra bir polis. Bir polis kalmadı. Burada tutun kimi geldim. İşte şey var. Hiç ne olmadı. İşte şey bakmıştık. Bir an oldu. Bir suret yazan. Nokta. Şair yazan. Yani Erkek görmemem tabii yazıyor. Baba ya. 3 görmem dedi. Sen var. Uşaq səni. Səni pırak bağlamamışsın. 250 ile açtı. Gözdəydi. Tez ol be. Tez ol. Bu hardadır? Bu hələ. Koddan evi maşın. 8, 7, 6, 5, 4, 3, 2, 1, tutuldum. 2 tane polis birden geldi. Deməli dostlar, 2 saniyəniz ayırıb bir abunə olsanız mənə çox dəstək olmuş olarsınız. Sağ olun, salamat qalın. Yəqin ki ikinci videomda bu gün atacağım.